Salam, mən Pələng, Şah Pələng. Səmərqənddəyəm bildiyiniz kimi. İnşallah Səmərqəndi gəzəcəyik. Registan bölgəsindəyəm. İndi bazara gedəcəm. Bazardan bir şeylər göstərəcəm sizə. Sonrasında şəhəri yavaş-yavaş gəzəcəyik. Bu arada bilirsiniz ki, Əmir Teymurun da burada məzarı var. Orada aparacam, narahat olmayın. Səmərqəndi bu gün qaqanızda fəth eləyəcəksiniz. Hətta maşını da kiralamaq istəyirəm. Maşın kiralasam burada bir kənd var. Orada getmək istəyirəm. Oranın da böyük bir bazarı var imiş. Uzun sözün qısası, yolun bir balaca uzundur. Yavaş-yavaş gedirəm. Allah, girdim bir məhlə arasına. Gedirəm. Otel də var. Registan bölgəsi arxada qaldı. Xəritə buradan göstərir. Mənə də maraqlı gəlir uşaqlar belə küçələrlə gedəndə. Çox otantik deyilmi? Güya da. Çox belə futuristik deyilmi uşaqlar? Bəh. Burada qaqa Chevrolet var ha. Nə qədər var? Bax Chevrolet. Adını da deyəmirəm. Chevrolet. Neyse. Özbəkistana yenə gəlmək istəyirəm. Çünki 3-4 günlük gəldim bura. 2 gün idi dincəlirdim. Məsciddir bu. Vay. Nə qəşəngdir. Salam aleykum. Qayəsiz deyəsən necəsən deməkdir. Özbəkcə. Bax görürsünüz uşaqlar, cənub tərəfində, Lənkəran, Masallı tərəfində çəkdiyim videolara baxmışsınızsa, oradakı məscidlərə bənzəyir. Məsciddir, %99 məsciddir. Minarəsi də var. Belə, buradan gedirik. Burada bazardır. Biblərim oturub. Tacik də çoxdur burada. Görək nə deyəcəklər çəkilişə, deməyəcəklər çəkmə. İnşallah deməzlər. Allah, nə böyük bazardır, nə gözəl geyimlər var. Özbək geyimləri. Ay maşallah. Bura biraz turistik bazardır uşaqlar. Nə gözəl qaqa. Nəsə bazarda şorisi çatışmır. Belə şorisi yoxdur. Baharatlar olan tərəfdəyəm. Salam əleykum bibi. Salam. Yorulmayasınız. Qalaysız. Rəhmət. Təşəkkür. Qalaysız şey deməkdir. Necəsiz? Yaxşısınız? Vay, nə gözəl də, nə qəşəngdir. Qalaysız? Yaxşısınız? Maqnit. Neçədir maqnit? Maqnit 15.000. 15.000. 25.000. 25.000. 20.000. 10.000. 5.000. 5.000. Bazar olsun. Sağ ol bibi, sağ ol. Azərbaycan. Deməli uşaqlar, burada pul vahidləri mən sizə deyəcəm. Bir dəqiqə gözləyin. Burada pul vahidləri necədir? Burada 2000 var, 200.000 var. Salam aleykum Murad. Qalaysız? Yaxşı. Yaxşısan? Salam aleykum. Necə deyirsiniz qalaysız? Düz deyirəm? Yaxşı deyirəm? Yaxşı deyirəm. Bəzi sözlər çox baharatlar da var, baharatlar. Bu hara baharatlıdır? Ne baharatlar? Hara baharatlıdır, neyse. Safranda var, safran. Bu nədir qardaşım? Bu jenşin. Jençin. Bu kuvvet bu. Bunu yeyirlər belə. İyidir. Erkekler için. Həqiqi. Atırsan ağzı var. Nə qəribə şey var da. İçinde var. Hə, içindədir. Nəsə o illegal bir şey oxşur qardaşım. Çox sağ ol. Domates var. Baharatlar, çay var, çay. Sağ ol qardaşım, sağ ol. Hə uşaqlar, nə deyəcəydim sizə? Bunların pul vahidində İrandakı kimi sıfırlar çoxdur. 100 dollar hardasa 1 milyon 200 nə qədər eləyir. Siz sıfırları silin. Məsələn 5000 deyil, 5 hesablayın. Bəs desəm pələng 10 özbək pulu nə qədər eləyir? 1 manat 40 qəpik. 100 özbək pulu isə, yəni 100.000, o deyilir 14 manat. Bax, turşu. Ölürəm də turşu üçün. Bibi nətərsən? Qalaysız? Nətərsiz? Necəsiz? Vay, sarımsaqlar, marımsaqlar. Bu sarımsaqdır mı görəm? Qaqa, ölürəm də turşu üçün. Mənə turşu ver. Ay, qadan qalım, nətərsən ayda? Salam aleykum. Salam. Salam aleykum. Откуда, брат? You come from? I am from Azerbaijan. Oh, Azerbaijan. Yeah. Təşəkkür. Tamam, very good. Teşekkür. Təşəkkür.
Ne yaxşı biri çıxıb demir ki, niyə çəkirsən? Bizim anamız, bacımız var. Qaqa, bu nə satır belə? Vay vay vay, bıçaqlara bax. Nə qəşəng. Salam aleykum, Murat. Çox qəşəng, ha. Çox qəşəng bazar deyə belə. Nələr var, nələr var, nələr. Bibilərim görün nə qəşəngdir. Nə səliqəli bazardır, maşallah olsun. Nazarat tarazası. Nəzarət. Hərfi yoxdur bunlarda. Yanğı da yeni deməkdir, yanğı. Yanğı. Qalaysız necəsən deməkdir. Bəlkə də mən düzgün tələffüz eləmirəm. Salam qardaş, qalaysız. İyi. Siz iyi misiniz? Mən də iyiyəm. Nə satırsan? Bu nə qəribə şeylərdir? Arkadan ceviz bu. Ceviz. Tadına bakayım. Dişimdə tel var, breket var. Bu nədir böyle? Şabalıqdır bu. Bir yanda var kuruş var içinde. Bana abi kuruşu var. Bunu açacaksın. Aa, bununla açırsın uşaqlar. Çox sağ ol. Təşəkkür. Nə də şeylər? Qaynətərsən? Qalaysız? Yaxşı, yaxşı. Yaxşıyım mən. Qanday? Mən də yaxşıyım. Ha, yaxşı bu. Azərbaycanlıyam. Ha. Allah razı olsun. Çox sağ ol. Sən də sağ ol. Ay, nə dadlıymış ayam. Ulan haqqım. Nöhtər yedim. Gör nə səliqəli bazarda. Maşallah, salam aleykum. Çox səliqəli bazardır. Görüm əlim neçə kilodur. 6 kilo. 6 kilo əlim var. Qoyduğum durmur. Salam aleykum, brat. Qoyduğum durmur. Bazar. Bazar gözəl bazardır bu arada. Rəhmətli Əmir Teymurun arxa tərəfindəyəm. Qaqa, belə yerləri gəzəndə həmişə o qədər xoşbəxt oluram. Bir xalqı başa düşmək istəyirsinizsə, onun bazarına gedin. Düzdür, bura biraz turistik bazardır. Urgut şəhəri var. Urgutda isə bildiyiniz əsl özbək bazarıdır. Görün maşın kiralaya bilsəm gedəcəm ora. Qismət olsa. Bazarımız belədir uşaqlar. Bazarımız çox qəşəngdir. Bibilərimiz oturub, satış eləyir. Başların gör nə qəşəng bağlayıblar. Bibi nabat. Это набат. Bundan İranda da var idi. İranda var, bizler Samarkand'daki. Hə, bu Səmərqəndindir. Veri. Gənc söz oradan gəlir. Verayım. Zarafat elədim. Yox, baxıram. Qalaysız. Yaxşı. Yaxşı. Şimdi halvamızdan yiyip göreyim. Halva yeyim. Hadi da. Nə halva verəyək bibi. Ali. Çox sağ ol. Это пистачье. Tum halvasıdır bu. Bu halva simit. Simitska halvası, tum. Ha, bu nima? Bu nima? Ana Ali. Bu pistachio halva. Yangaq var, yangaq. Yenidir. Bu pistachio. Fıstıq. Bana bu mu nima? Əla bibi. Təşəkkür. Çox sağ ol. Türkiye? Azərbaycan. Aa, Azerbaycan very good. Çox sağ olun. Çox sağ olun. Gelin alasın. Çox sağ olun. Çox sağ olun. Nədir o? Halva. Nədir bu? Halva. Ay vay vay vay. Bundan yedim, bundan yiyeyim. Yok bundan yemediyiz. Bu bir tane fakat bende var. Hə, bir dənə sizdə də ha. Kalbası oxşur ha. Nə pendirə də oxşur. Bu başqadır. Təşəkkür. Çox sağ ol. Çox sağ ol. Minnətdaram. İnşallah ürəklərində söymirlər ki, yedin amma almadın. Bir nətərsən? Çox inkişaf eləmiş bazardır. Çox turistik bazardır. Salam aleykum. Şunlardan al, tadına bak. Nədir bu? Al, tadına bak abi. Şu kayısı. en Qaysı, iyisi. qaysı bilirəm. Bu badem şekerli, keşyu var. Al tadına bak. Çox sağ ol. Şu Özbekistan'daki en iyi kayısı. Ən iyi qayısıdır. Şu
Ha. Hey şuna bak badam. Şu badamdan. Maşallah. Tadına bakabilir. Sen nereden geldin abi? Azerbaycan. Azerbaycan'dan mı? Al. Şurada çaylarda iyisinden var, baharatlardan var. Qəşəng. Qaqa biraz da test versələr deyəcəm çay dəmlə çay içsin. Təşəkkür qardaş, çox sağ ol. Yani buraya gel indirim yapalım. Çox sağ ol. Deyəsiz qiymət niyə soruşmuşsan? Bu bazar bahalı bazardır uşaqlar. Bu bazarda məsələn bir şeyin kilosu 5 manatdırsa, əmin olun ki, şəhərin digər bir yerində onun kilosu 1 manat 50 qəpik 1 manat. Ehtiyac yoxdur. Salam aleykum. Bazar. Qəşəng doyduq, qayşı mayşı da yedik, halva da yedik. Mən normalda ağzımı marça eləyən insan deyiləm. Onu eləyənləri də sevmirəm, amma üzürlü sayın. Biraz ağzımı marçılatdım. Bax, quru meyvələr. Yazılıbdır. Ə hərfi yoxdur burada. Siz nasılsınız? İyiyim. Hər şey yaxşıdır? Yaxşı. Neçə ildir bu bazardasınız? Məmi? Hə. 20 sanadan beri. 20 sənədən. Bura turistik bazardır? Evet. Hə. Turistler burada çok şeyler. Hə. İngiliz, Hər turist gəlir. Hər turist. Yayda çox gəlir, qışda. Başa düşmədi. Qışda çox gəlir, yayda. Anlamadın. Qışda indi çox Yo gəlir. yo yazda çok şeyler. Yazda İşte çox. biraz Az gelmez, gəlir. ha. Soğuk bu ondan. Siz Özbəkistanın harasındansınız? Şuradan. Özbəkistan kəndindən deyilsiniz? Yo Özbekistan'dan. Anne babam buralı. Səmərqəndli. Kendim Özbek değilim, Tacik. Hə, Tacik. Anne babam Hə. Tacik. Ay, sağ ol. Dedim axı sizə Taciklər burada çoxdur. Çox sağ olun. Çox sağ olun. İyi kezmeler. Çox sağ olun. Halbo misafir böler misiniz? İster misin? Aycan? İkram eder. Yo yo, çox sağ ol, sağ ol. Bir tane. Sağ ol, sağ ol. Ne? Afiyet olsun. Bir şey değil. Ay, nə qonaqpərvər millətlər. Tadı çok güzel bu ne? Halva. Döndürmeli. Dondurmalı. Tadı döndürmeli, üstü pistalı. Pistəli. Hadi bunu. Buyur deyirəm, heç nə. Şapkayla boş orada saklı. Təşəkkür, çox sağ olun. Afiyet olsun, iyi kezmeler. Dibinə tərsən. Ay, bunlar niyə adam əsəbləşmir? Azərbaycanda bəzi bazarlarda çəkiliş eləyəndə dərimi soyurdular az qalsın. Ola, getdi. Ola, öldü. Ayağım ağırdı biraz. Ayağım ağırdı biraz. Ayağımda ağırlıq var. İrana getdim, İran parçalanır az qala. Hələ ki bilmirəm nə olacaq. 10-15 gündür artıq İranda problemlər var. Gəldim bura, buralar dağıldı. Taciklərin dili Özbək dilinə bənzəyir. Farsı dilinə. Farsı dilinə çox bənzəyir. Çox. Tacik dili, Farsı dili bir de. Birdir. Xubi? Xubi? Sos. Sağ. Salamat. Təşəkkür. Nar suyu aldım uşaqlar. Mən çox şirin şey yedim. Hə, dedim ölərəm, şəkərim qalxar. Qaqa, həyatımda gəldiyim ən gözəl bazardır ya. Bu nə də belə düzəldiblər burada. Bu nə qəşəng dəvədə qoyuna oxşuyur. Limon çay. Limon çay. O vaxtı Sədərəkdə binədə Rus totiyalar gəzirdi. Xaçapuri. Belə qışqırdılar. Xaçapuri. Anama dedim ki, ana ondan alayım da. Deyirdi, hədə onu Rus pişirib. Nə əlaqə? Nə əlaqə? Çox maraqlı gəlir. Ay, qorxma, qadan qalım, qorxma. Qorxma. Biz də canlıyıq, sən də canlısın. O qədər özümüzü əzdirməyin. Bir gün 4 ayaqlılar da 2 ayaqlıların üstünə keçəcək. Deməli, mən ömrü boyu salam aleykum. Mən ömrü boyu belə bazar görməmişəm. Nə gözəl bazardır, nə səliqəli bazardır. Nar suyu da ki, biraz acıdır. Belə narı böləsiz, təmizləyəsiz. Amma biraz qaranlıq ola da görməyəsiz. Yeyəsiz ha. Arasında 1-2 dənə sənnəmə çürük nar var imiş. O gözəl dadın içində o çürük dadı hiss eləyirsiniz.
O gözəl dadı bir qırağa atıb, o çürük dada fokuslanırsınız ha. Bunda da elə bir dad var. Bir çoxu gözəl dadır, amma bir çoxu da çürümüş dadır. Kameranı götürəcəkdim, sonra fikirləşdim ki, hələ su içirəm. Mən su. Bu bibilər nə gözəl bibilərdir. Nə qəşəng şeylər satırlar. Ay maşallah. Salata isteyen bir dakika. Salam aleyküm. Neler var neler ha. Her şeyimiz var maşallah, her şeyimiz. Ne bereketli bazardır maşallah. Üzr istəyirəm. Bura nə qəşəng bazardır belə. Yaxşısan? Taciksən? Tacikçe. Xobi? Hobi. Xo. Nas hastı. Zır hastı. Xobi. Aladı. Taciklərin dili farsların dilinə çox bənzəyir. Göyərti, tur. Maşallah olsun, maşallah olsun. Ay, sizlə qürur duyuram. Bu nə bazarda? Bu Özbəkistan dövləti nə edib belə? Həqiqətən nə qoxu var, nə bir şey var. Düzdür, açıq havada. Bu ayaqları içəridə idik. Çox qəşəng yerlərdir, çox təmizdir. Dayımız burada çox qəşəng ifa eləyir. Yaralı Ailətə baxın. Karilüktür yaralı Burada bir şey var, onu götürüm. Türk gəlib. Kurt dişi nazar. Kurt dişi değil mi? Orijinaldır. Orijinal. Arabaga, binoga, nazardan saklıyor. Canavardır. Neçədir bu? Bu ellekmin pöstü $100. Bu $100. Bu hepsi bircede 150. 3 tane. Hemçəsi də var. Tırnağı, aldı dişi, caq dişi. Bu 150. 3 tane. Arabaga, binoga saklıyor. Eşi. Çox sağ ol. Kaç para verirsin? Yox, çox sağ ol. Komplika 130 ver. Sağ ol. Burada baha satırlar əsasən. Bilmirik, heç orijinaldır və orijinal deyil. Çox gözəl bir yerdəyəm. Hardayam? Bibi xanım məscidindəyəm. Məscidin həyəti bu cür nədir uşaqlar? Girişinə hardasa 10 manat, 12 manat, 11 manat arasında bir pul verdim. Çox səliqəli və gözəl bir yerdir. Hansı ki buranı rəhmətli Timur tikdirib və Hindistan səfərindən sonra istəyib ki, bu cürünə bir şahəsər yaratsın. Bildiyim qədərilə. Səhv bilə bilərəm, üzürlü sayasız. Gəlin danışımız. Hindistan səfərindən sonra bunu tikdiribdi 1499-cu, 98-ci illərdə. Sonrasında Timur bunu görə bilməyib. Bir çox tarixi mənbələrdə araşdırsanız, görəcəksiniz ki, burada deyilir ki, Çingiz xan bura gəlibdi, dizlərini yerə qoyubdu və deyib ki, bu necə bir incə sənətdir, bu necə bir memarlıqdır falan filan. Amma bilinən bir səhv var ki, Çingiz xan Timurdan 140-150 il öncə bəlkə də daha çox var olubdu, yəni ölübdü. Orta Asiyada bu memarlığı çox görə bilirsiniz. İran videolarıma da baxmısınızsa, İranda da buna bənzər bir məscid var idi. Hansı ki, Əfqanistanda da buna bənzər, bu işləmələrə bənzər məscid görə bilirsiniz. Hələlik Timurun məzarına getməyəsəmi? Əlbəttə ki, gedəcəm. Səbrli olun. Küləkdir, bilmirəm, səsimi eşidirsiniz, eşitmirsiniz. Məscidin ilk öncə içini göstərim. Ay maşallah, bunu siz o vaxtı necə tikmişsiniz ola? Buna baxın bilənə. Bibi xanım məscidi. Əvvəllər içinə giriş var imiş. İnsanlara icazə verirmişlər içinə girsin. Sonrasında isə artıq bağlayıblar. Məscidin içi budur. Kameranı belə salın. Məscidin içini görürsünüzlər gənclər. Rəhmətli Timur buranı görə bilməyibdi. Qismət olmayıb ona görmək. Buralara toxunmaq çox qəribə hiss elətdirir, amma buradakı vandallığı da görə bilirsiniz. Bu cür tarixi bir abidənin üstünə gördüyünüz kimi nələr yazıblar. Nə bilsinlər, gələcək nəsillərdə bu cürünə xiyarlar yetişəcək. Timur haqqında bilgilər verəcəm sizə. Nə qəşəngdir. Timur haqqında bilgilər verəcəm sizə. Timur incəsənətə, memarlığa çox önəm verirmiş. Elmə, bilmə, dəhşət önəm verirmiş rəhmətlik.
Topal Timur deyiblər. Niyə deyiblər? Onu yoruma yazın, birazdan mən də deyəcəm. Məscidin çöl qapısını da göstərim sizə. Yaman küləkdir amma. Çöl qapısı da belədir. İndi gedəcəyik Registan bölgəsinə. Çox yaxındır, uzaq deyil. Amma pul dəyişməliyəm. Çünki ora girəndə artıq pul istəyəcəklər məndən və mənim pulum yoxdur. Az pulum qalıb. Bura mədrəsə olubdur uşaqlar. Mədrəsə nədir desəniz, çox açıq. Mədrəsə elm üçün olubdur. İlm alırmışlar. Elm öyrənirmişlər buradan və buranı Timurun nəvəsi Ulubəy tikdiribdi. Fəlsəfə, matematika, astronomiya kimi elmlərə burada sahiblənə bilirmişsiniz o vaxtlar. Çox mərkəzi və böyük bir yer olubdur. Uzun sözün qısası 3 mədrəsə var. İkisinin adı yadımdan çıxdı. Hətta yuxarıda pələng naxışları da var. Onu da göstərməyə çalışacağam. Görün pulum çatacaqmı bilet almağa. Pulum yox idi bilirsiniz, amma kart keçirmiş. Kartla ödədim 100 min, yəni 14 manat. Girişə verdim. Qapı da açıldı. Salam aleykum. Niyə bir nəfər demir ki, niyə çəksən qapı? O pələng işləməsini, yəni naxışını ümid eləyirəm ki, görürsünüz. Normalda İslamda pələng naxışı yoxdur uşaqlar. Amma burada var. Qəşəngcənə gəzəcək. Girək içəri görək mədrəsənin həyətində nələr var. Çox qəşəngdə işıqlandırma da eləyiblər. İnsanlar əsasən şəkil çəkdirir burada, amma buralar çox tarixi yerlərdir. Görürsünüz, orada xanımlar geyinibdir. Özbək geyimləri. Və burada şəkildə çəkdirirlər. Biz hardan girməliyik içəri? Demək ki, giriş yoxdur da qaba. Var, giriş var. Oy maşallah, nə qəşəngdir belə. Axşam da qəşəng işıqlandırma olur. Çalışaram, gecəni də göstərəm sizə. Mədrəsənin girişindəyik hal-hazırda. Tarixdir də uşaqlar, tarix. Ay maşallah. Küləkdir, yaman küləkdir, bilməm eşidirsiniz ya yox. Mədrəsənin həyəti. İnsanlar burada təhsil alırmışlar. Hətta gecələmək üçün yerlər də var. Yuxarıda gördüyünüz hissələrdə tələbələr gecələyirmiş. Bir də burada günəş saatı var uşaqlar. Günəş saatını da yəqin ki görürsünüz. Salam aleykum. Salam aleykum. Türkiyədən mi? Azərbaycan. Azərbaycan. Buradarlar. Allah razı olsun, çox sağ olun. Günəş saatıdır uşaqlar. Bu neçə illikdir? Bilmədim. Bizdən fazla illik. Bizdən turist. Turistsiz. Bu 500 ildən çox olmalıdır yəqin ki. Günəş saatı saatdan öncə kəşf olunub. Yəni bu bilgini də niyə verdim bilmirəm. Saatdan sonra kəşf olunacaq deyə bir şey yoxdur. Ay maşallah. Bu işləmələrə baxın bir dənə. Nə gözəldir belə. Çox qəşəngdir. Çox qəşəngdir. Yəni insanoğlu nələr eləyib nələr. Misri olsun, Çini olsun. Bu da mədrəsənin içidir. Burada əsasən təhsil alırmış gənclər. Burada kitabları görə bilirsiniz. Ay maşallah. Qələmə baxın hələ. Vay. Görün o vaxtı nə səliqə ilə yazırmışlar. Printer zat da yox idi o vaxtı. Maşallah olsun. İçərinin özünə məxsus bir hissi var. Çox qəribə hiss edirsən içəridə. Burada ekranlar da var. Buranın tarixi haqqında məlumat ala bilirsiniz. Qulaqlıqları taxıb. Çox məsləhət görmürəm bu qulaqlıqları taxmağınızı. Çünki çox insan taxır. Burada da suvenirlər satırlar. Buradan almaq istəsəz çox baha alasınız. Şəhərin başqa yerlərindən alsaz uyğun qiymətə ala bilərsiniz. Bu cürlə işləmələr var. Aleyküm salam. Bu dəri də, dəridir. Keçi dərisi. Keçi dərisi. Balacasından tutmuş. Böyünə qədər var. Girək içəridə baxaq. Ay maşallah. Nələr var, nələr, nə qəşəngdir. Çox qəşəngdir.
Bu nədir? Broşkadır bu. Qəşəng. Çox sağ ol. Buranın ikinci mərtəbəsi də var. Buradan çıxırlar ona da. Çox qəşəngdir, çox. Deməli, bu birinci mədrəsə idi. Bunun kimi 2 dənə daha mədrəsə var. Biz oradan çıxacağıq. Oradan gəlmişdik. Hə, oradan. Soldan. Qəşəng. Rus dili bilsəz, bilirsiniz ki, bu tip ölkələrdə çox rahat olasınız. İnsanların bir çoxu rus dilini bilir. Mən bilmirəm amma. Mən bir tək şirin dil bilirəm. Burada bir də balaca uşaq var. Bilmirəm, gözlərin görsüz ya, yox. Çox şirindir. Salam aleykum. Çox qəşəngdir. Dıppılıdır, dıppılı. Vay vay vay, xanım nə qəşəng şəkil çəkdirir. Duruşa zada bax. Buranı elm üçün tikiblər. Nə bilsinlər, bir 300-400 il sonra insanlar gəlib burada xələtini silkələyəcək. Amma insanlara desəm bəlkə də çox əsəbləşərdi. Qınamıram, turistik bir place-dir, yerdir. Özüm də ingilis diliyəm, üzürlü sayım məni. Biz Şirvanda, Əlbayramda ingilis dilində danışırıq. Quş kimi ötürsən. O, ötdürdüm ama. Kaçsını xaxlasaysan? Neçədir bu? 10.000 som. 10.000? Da. Marhamat. Kaç sırangidan xaxlasaysan? Yox, çox sağ ol. Acayip Nə edirəm quş kimi ötmək? Çox sağ ol. Gelin tam çıxaq. Yox, çox sağ ol. Girdiksə nəsə satırlar, əmin olun. Mədrəsə. Bu da ikinci mədrəsədir. Burada ayaqqabı da çıxardırlar ha. Gəlin girək bir içəri baxaq. Buranı məscid kimi də istifadə edirlər. Vay 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 uşaqlar. Nə qəşəng görsənir. Allah qəbul eləsin qılınan namazları. Özbəkistan nə gözəl yerdir belə. Çox qəşəngdir, Allah, çox. Görən bu təmir olunubdur, yoxsa o vaxtdan qalmadı. İçərdən də çox gözəl bir ətir gəlir, çox. Allah, belə bir yerə girdim, turistlər bura girmirdi, gördüm qapı açıqdır. Belə bir otaq tapdım burada. Bunu nətər düzəltmişsiniz ay qardaş? Boynumuz ağrımırmı? Bunlar nə işləmələrdir belə? Çox qəşəng görsənir amma çox. Bir restorana gəlmişəm, şaşlıq yeməyə. Daha doğrusu kebab. Nəsəsidir. Deməli. Hansıdır qardaşım? Karayka, çarqlam. Hə, o hansıdır? Çarqlam ziz. Okey. Başqa? Siz beef tenderloin. O hansıdır? Siz beef tenderloin. Bir dənə beef tenderloin olsun. Sağ ol. Okey. Sonra Tamam. bir dənə, hə. Şey yemək istəmirəm, tikə. Hə qardaşım. Yardım edeyim mi abi? Yox, çox sağ ol. Hangisi onu sorar mısın? Nasıl hangisi? Hangisi en güzeli? Takı ha, qaysi yaxshi? En yaxşı karayka, barayla. Bu da var abicim. Qayoq go'shim? Barayla qoy. Barayla. Bir dənə də bundan ver qardaşım. Bir dənə də ciyər ver. Yaxşı. Bu da güzel abim, çok güzel bu da. Bu nə? Napolyon? Çok güzel. Ha, gel. Yox, o çox olar mənə. Yaxşı, Napolyon ver bir dənə. Bir bundan, bir bundan, bir də Napolyon. Deməli uşaqlar, yeməyimiz gəlib. Bir problem var. Mən soyuq içəcək demişdim. Bu isə mənə isti içəcək gətiribdi. Dadı isə narlı marlı bir şeydir. Salatımız var. Gördüyünüz kimi. Kababımız var. İgidin canlısı kababın qanlısı deyiblər. Təşəkkür. Çox sağ ol qardaşım. Çox sağ ol. Burada da çörəyimiz var. Çörəyimiz əladır. Bunların çörəyinə ölürəm və bitirəm. Nəysə, bir kababın dadına baxım, sizə deyim, dana kabab nə tərdir? Baxım, görüm. Napolyondur. Qəşəng. Bunda da baxım.
Bu ne qəşəng? Buna baxın. Normal. Bu arada şot 35 manat tuttu. Biraz daha başa gəldi, amma sağlıq olsun. Çox həyəcanlıyam. Çünki bir şahın məqbərəsinə gəlmişəm. Şah İsmayıl Xətainin yanına gedəndə də, yəni ziyarət eləyəndə də eyni həyəcanlara bölüşürdüm. İndi də Əmir Teymurun məqbərəsinin yanındayam. Bileti aldım uşaqlar. 10 manata yaxın pul verdim. İnşallah girəcəm içəri. Okay. Deyir, qayıt istəyirsən. Biz çıxışdan girdik deyəsən. Vay 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 vay. Kəşfiyyat xarakterli gəzdim buraları, amma bir şey göstərmək istəyirəm sizə. Əmir Teymurun burada şəkli var, portresi. 1336-cı ildə dünyaya gəlib, 1405-ci ildə isə dünyadan köçübdür. Burada belə bir tabut da var, bilmirəm görürsünüz ya yox. Buradan girəndə isə tam olaraq məqbərənin içinə girirsiniz. Gənclər, qarşınızda bir şah var, bir padişah var. Hansı ki, Çingizxandan sonra dünyanı silkələyən bir padişah var. Evlatlarının da məzarı buradadır, yanlış bilmirəmsə. Qara olan mərmər daş Əmir Teymurun məzarıdır. Əmir Teymur çox böyük bir sərkərdə bir padişah olubdur. Danışamıram həyəcandan. Hansı ki, elmə, bilmə çox önəm veribdir. İncə sənətə çox önəm veribdir. Və gördüyünüz məzarı da tam olaraq buradadır. İnanılan bir inanış var, hansı ki Əmir Teymur ölməmişdən öncə deyib ki, mənim məzarımı heç kim açmasın, kim açsa lənətim onunla olsun. 1941-ci ildə səhv etmirəmsə, SSR-dən gələn alimlər məzarı açıbdır və açandan sonra isə dünya müharibəsi başlayıbdır. SSR-i 27 milyon insanı itiribdir bu müharibədə, 41-45-i nəzərdə tuturam. Çox da həyəcanlıyam uşaqlar, hər zaman şəklini görmüşəm. Eyni şəkildə Şah İsmayıl Xətainin məzarını ziyarət eləyəndə də bu həyəcanları bölüşürdüm. İndi isə tam olaraq məzarının yanındayam. Allah qəni-qəni rəhmət etsin. Xanımlar və bəylər, rentakara bir maşın götürdüm. Gördüyünüz maşın buradadır. Fərqli maşınlar da var. İstəsəz gəlib başqa maşın növlərində də götürə bilərsiniz. Hələlik qiymətlər nədir desəz, 40 manat, 50 manat, 30 manat, 100 manat, 150 manat, 200 manat arasında dəyişir. İçinə baxmaq lazımdırsa, bax burada bir çatı var. Bunları çəkmək lazımdır. Maşın içi də budur, tərtəmiz. Hər şey əla. Qəşəng. Sabahları inşallah Urquta gedəcəyik. Burada isə İbrahim qardaş var. İbrahim qardaşdan mən maşını götürdüm. Gedək görək, İbrahim bizim işi həll elədi mi? Все, brat. Çox sağ ol qardaşım. Okey. İbrahim, çox sağ ol. Təşəkkür. Benzin almağa gəlmişəm, amma hə, yox, elə bildim benzin özümüz vuracağıq. Litrəsi benzinin neçədir bilmirəm ki. Bakalım olsun. Benzin litrəsi neçədir bilmirəm. 95 vurarıq. 100 minlik, 200 minlik vurarıq. Belə, gedirik. Salam aleykum. Uşaqlar, yeni bir gündən hamınıza salam olsun. Bildiyiniz kimi hardayam? Özbəkistandayam. Bura mənim hostelimdir. Hostelimin resepsiyonudur. Hello. Hostelimin resepsiyonudur. Okey, uzun sözün qısası. Maşınımız budur. Gününə 55 manat, 50 manat kimi bir şey vermişəm. Bir günlük götürmüşəm. Dünənləri axşam götürdüm. Bu günləri isə axşam inşallah sağlı olsa qaytaracam. Otururuq maşınımıza. Hava soyuqdur mu? Soyuqdur. Maşın qızsın biraz. Pis maşın deyil, yaxşıdır. Dünənləri qrup yoldaşımın yanına getmişdim. Nəsə orada kamera işləmədi. Çox çəkiliş eləyə bilmədim. Sağ olsun. Yola çıxmışıq. Biraz da mahnıya qulaq asıram. Keyfim kökdür, keyfim sazdır. Hara gedirik? 10 dəqiqəlik, 15 dəqiqəlik məsafədə bir yerə gedirik. Hər şey yaxşı olacaq inşallah. Vay, gəldim haralara, çıxdım ay qardaşım. Məhəllə aralarına verdi. İstədim buraları göstərəm sizə. Çox qəşəng evlər var. Maşallah olsun. Azərbaycanın küçələrinə çox bənzəyir. Biz kənd evləri deyirik Əlbaramda. Bilmirəm sizlər nə deyirsiniz. Həyət evi, kənd evi, belə. Buradan sola dönəcəm, sağa dönəcəm, sola dönəcəm, sağa dönəcəm, nə qədər yol gedəcəm. Yaxşı gəlmişik hələ ki. Buranı internetdə görmüşdüm, gəldim, tapdım.
Bura restoran imiş. Mən də elə bilirdim kənddir. Düzdür, Urgut kəndinə gedəcəyinə rahat olmayın, amma buraları da gətirib sizlərə göstərmək istədim. Ora nə deyil, hə? Suvenir əşya satırlar. Nə gözəl, nə gözəl. Kənd qoynunda ellər oğlu, dağların başı qarlı. Bura restorandır. No, kağıt fabrika. Fabrikadır. Restoran var. Mən də elə bilirəm, restorandır ay bibi. Yox, restoran var. Restorandır. Kağıt fabrika, kağıt işlep çıkarış fabrikası. Fabrikadır. Nə fabrikasıdır? Kağıt. Kağız fabrikasıdır uşaqlar. Ha, restoran yok. Təbii ki də mənim bilgim dəhşətdir. Bir araşdırıb gəlmədim. Ha, kağıtlı restoranda kağıt yiyirsiniz. Google'da gördüm buranı uşaqlar. 25.000. Sen. Bu 5. Bu isə 20. Bu 20.000'dir. Bu sıfırları silin uşaqlar, 20 hesablayın. Ha, 20. 25 verdik. 10.000'də 1 manat 40 qəpik edir. Bana bu uygu kırasız, kağıt kart tayyaş jarönünü kırasız. Bibi sağ ol bibi. Sağ ol, sağ ol. Ay ay. Mən elə bilirdim bura restoran dana. Nə bilim ay. Aldım. Hardan başlayayım? Bir. Burada kağız mı? Burada kart yapılıyor. Kart. Ha, kart. Samarkand ipak kartı tut ağacın kabuklarından yapmışlar. Ha, ipek. Kur'anlar, miniatürler, tarihler yazmışlar. Ha. Kartını orada seramik, yağ, un fabrikleri büyük şehir. Ha, Bunu bakabiliyorsun. Buradan başlanıyor. Buradan başlayayım. Assalamu aleyküm. Hoş geldiniz. Siz nereden? Azerbaycan. Azerbaycan. Hoş geldiniz. Hoş bulduk. Burada eski zamanlarda Kur'anlar, tarihler yazmış kartlar burada yapmışlar. 2000 kart fabrika olmuş burada. Tut ağacın kabuğundan yapmış. Tut ağacın kabuğundan. Tut ağacın. Bu da ondan düzeliyor. Bunda. Bu tut ağacını Mart ayında soyup suyun içine 2 gün bekletiyor. Sonra bu kadar kabuğunu ayırılıyor. Bunun miniatürlere çerçeve yapılırsa bunun kart yapılıyor. Geçe. Karpuz bakın. Sonra bunun iki tarafını burada temizleniyor. Bu kadar. Bakarsınız. Burada zamanında çok olmuştu. Bu iki tarafını temizleniyor. Üstünden kitaplara, mukavvalar, işleri yapılmış da bundan yazmak için kartlar, Kur'anlar, babırnamalar, Kur'anları da buraya yazıblar. Bunu Arapça yazmış. Çok sağlammış, dokunursunuz. Tut da artık. Çok fazla. Bu kadar. Sürüşü sıxır. Sağlam bildim qaqa. Sonra bunu kaynatıyor. Burada tur 5 saat içinde kaynatıyor. 4-5 saat. Sonra onun yumuşak haline giyene kadar dokunursunuz. Resim geçiyor. Bildim. Yumuşuyor. Bibi necəsən? Sonra bunu düyürler orada. Döyürlər. 8-10 saat içinde düyürler. Bir kağıt yapmak için. Zamanı bir kart yapmak için 7-8 gün zamanı gidiyor. 7-8 gün. Gör o. Hardan hara? 7-8 gün Kəndə gedəcəyik, Urguta gedəcəyik, bazara aparacam sizi. Qardaş elə danışır, elə biləm bu dəqiq üzümə tüpürəcək. Ağzın ucunda danışırdı ya, elə bilə böyle. Şirvanda bunu eləmək çətindirmi əl bayramda? Kürün suyu da var. İstədiyi eləyərsən, su da qəşəkdir, girib çıxmaq olar. Vay. Bura işləyir bildiyin. Bura fəaliyyətdədir, burada döyürlər deyəsən. Döyülən yeri tapdıq. Salam, bir yorum yaz. Burada döyürlər Bunlarsa o söhbət deyil deyəsən. Toyuqçuca da saxlayırlar bunlar, yoxsa? Nədir bu belə? Yaxşı işi gəldi. Türkiye'de. Azərbaycan. Salam de Azərbaycana. Sağ ol, sağ ol. Bibi dişlərin nə qəşəngdir. Qızıl. Dişlərin qızıldır maşallah. Qəşəng ərazidir, böyük bir ərazidir. Maraqlı bir şey görsəm kameranı təkrardan yandıracağım, təkrarçılıq olmasın. Deyirəm restoran var da, nə qaqa burada. Bax, masa zad atıblar ora. Burada restoran olmamış olmaz.
Mən gəldim, gəzdim. Nə qaracam? Tut ağacı yeyəcəm. Acından öldüm. Maraqlıydı, uşaqlar pis deyildi. İndi kəndə getmək vaxtıdır. Qəşəng gəzdik. Əlimi üzümü də yudum. Kəndə doğru getməyə başlayacağam. Bundan sonra videolarımı bu cürlə, daha doğrusu bu formada çəkəcəyəm. Düşünürəm artıq danışıqlarım belə olsa sizin xoşunuza gələr. Yol üstü bir sonsa gördüm. Dedim heç olmasa biraz yeyim. Bunların milli mətbəxindəndir. Sonsa. Oturaq. Salam aleykum. Oturaq bir sonsa yeyək. Kənddəyəm bu arada. Yol üstü bir kənd. Ah. Acıqa. Siparişi nətər verirlər qana qana? Çay da burada hazır gəlir. Salam aleykum. Somsa var? Otlu somsa. Yo'q, o'tlik yo'q. Biz go'shtlik qilamiz. Ətli var, ət. Et. Mol go'shti. Mal. Quşlu ət deməliyik. Mal. Gözdə bir dənə seçim. Əmilər nəliyir? Baxa bilərəm. Başqa var, başqa. Hozir yapamiz, uzamiz endi. Tayyor bo'libdi. Uzamiz hozir. Bibi, niyə demirsiniz ki, niyə çəkirsən? Hə, təndirdən ver. Hə, hozir o'tiring orada beraman. Joyishtiring, 2 dənə ver. 2 dənə. Hə, niyə demirlər bizi niyə çəkirsən? Nə qəribədirlər. Bunlar da padsevetdir də. Yəni bizim zihniyyətdə olan insanlardır. Çay gəldi uşaqlar. Burada təmizləyə, baxmayasınız. Çayımızı sürük. Yaşıl çay buralarda çox içilir. Süzdük çayımızı. Əsl türklər kimi. Gödür zəbt eləyin ora. Bu arada Instagramdan canlı yayın açmışam. İstəsəz Instagramdan da takip eləyə bilərsiniz məni. Somsalarımız gəldi. Bibi, başlığa dönərəm. Bibi. Somsa, uşaqlar. Somsalar gəldi. Yəni somsa yeyək görək. Sonumuz nətər olur? Baxaq görək. Oo, istidir uşaqlar. Səni. İsti vur bədənə geçsin. Bu arada burada çayı yeməklə də içirlər. Yəni fərq yoxdur. Öpürəm. Canlı yayındayım ona görə. Baba, içi ətdi, mətdi. Bu nə söhbətdir? İçinə baxın bir dənə. Ətdi içi. Vay. 2 dənə somsa vuruq bədənə. Olur qutu kimi. Dayı gəldi oturdu burada. Dayı salam aleyküm. Aleyküm assalamu aleyküm. Kim bu? Xeyirdən bu? Niyə biri əsəbləşmir? Salam Özbekistan. Aleyküm salam. Niyə biri əsəbləşmir? Niyə biri demirəm mən niyə çəkirsən? Türkiye mi? Azərbaycan. Azerbaycan. Yaxşı qardaş. Yaxşı qardaş. Ha, bizə. Görürsünüz mü? Ben kraldaşım var orada Azerbaycan'da. Qardaşım var idi Azərbaycanda. Kraldaş. Hə. Ermiyan. Hə, silahdaşım. Ha. Babaca otur, gəl. Gəl, kuruq yığıldı. Otur. Otur dayı. Bomba kuruğumuz var uşaqlar. Otur dayı. Kuruğumuz budur uşaqlar. Somsa yeri. Uşaqlar gəldim, çıxdım Urquta. Urqutdayam. Urqut yazısını görürsünüz. Bir də orada dağlar var, bilmirəm görsənir ya yox. Çox təmiz havası var buraların. Az qalıbdı, çatıram. Bazar burada yerləşir dedilər. Bayaqdan da parkovka axtarıram. Güclə buranı tapdım. Bazar hardadır qardaşım? Bazar yerdə. Nəsə? Yerdə nerede? Harda? Yerdə necəsən demək, ne deyəsən? Qarışdırdım. Oğlum. Bazar hardadır görəsən?
Məşhur Urgut bazarı deyirlər. Sırf o bazara görə gəlmişəm. Bazar yerdə. Bazar. Urgut bazar. Yangi bozor oraya böyle. Kartoşka, pomidor. Buradır. Burada. Hə. Bir qabaqdan sağa. Belə anlaşırıq da. Kartoşka, pomidor. Aa, tapdım. Bazar. Dehqon bazarı. Urgut Savağati. Ne olub da? Ne olub? Azla da görə bilirsiniz buralarda. Ən çox Chevrolet'dir. O şu nötr oxur o. Qoy qoy qoy. Day salam aleykum. Hamla yaxşımı? Sağ ol day. Qəşəng. O bu çörəklərə var ha. Söz ola bilməzlər qardaş. Çörəklər çox qəşəngdir. Bura biraz turistik yer deyil. Bilmirəm burada nələr olar. Amma hələ ki mehribançılıqdır. Hələ ki hər şey yaxşıdır. Lavaş satır qaqam. Bazar olsun. Tətəyindən bal da var. Bal. Bal. Salam aleykum. Bibi bu nədir belə? Bunu görüb o şeydir belə. Burada bax qiymətlər ucuz ola bilər. Meyvələrə bax, maşallah. Bu meyvələr var ha. Adama gəl deyir. Qəşəng, eynəyimizi çıxardaq. Başlayaq bazarımızı gəzməyə. Baharatlar, maharatlar. Bu nədir bu? Bu nədir belə? Nədir bu? Bilən var. Yazar. Bibi nətərsən? Salam aleykum. Bir nə qədər verərsən bu ehtimal. Şordur bu. Qatıqdır deyəsən. Bazar çox da böyük deyilmiş uşaqlar. Mən elə bildim bazar böyükdür. Çünki Wikipediyaya yazdım. Buranın adı çıxdı. Məşhur bazar, Urgut bazarı. Qızıl Əhmədi alma. Nə əlaqə mən də bilmirəm. Qaqa çox sakitçilikdir. Belə bazar niyə var? Arzu? Nəsə çox sakitçilikdir. Görsənəm, görsünüz məni. Bu qədər yol gəlmişik, qadan alın. Durduq gəldik Səmərqanddan bura. Bu nədir belə? Ya qardaş, nə lazımdır? Salam aleykum qardaş. Bu nədir? O konditerski yoxdur. Çörəyi üstünə səpən. Hə, çörəyin üstünə səpələ. Sən məni anlayırsan? Bəli. Hardan öyrənmisən Azərbaycan türkçəsi? Olmuşam da Azərbaycanda. Hə, yaşamısan orada. Hə, necəsən? Toya getmişəm. Toya getmisən? Bəli. Ay maşallah. Mən özbək dilini çox anlamıram. Çoxdan burdasan? Hardasa 5 gündür. 5 gündür. Turist kimi gəlmişsən. Hə, mən blogerəm, kanalım var, videolar çəkirəm. Onda Azərbaycanda qohumlar var. Qohumlar ya dost var, dost. Dost. Hardan dost olmusunuz? Ukraynanın Nikolayev şəhərində. Ay sağ ol. Net məni anlayırsan, danışa bilirsən. Burada məsələn soruşanda ki, bazar hardadır, necə deyim? Bazar hardadır? Hə, özbək dilində. Bazar Bozor Terge. Kerge. Kerge. Ay sağ ol. Hayerge. Kayerge. Bu bazar balacaymış. Mən elə bildim böyük bazardır. Küçə böyük də, küçə çox uzundur. Mağazinlər denib sağ. Ay sağ ol. Allah razı olsun. Çox sağ ol. Çox sağ ol. Gördünüz, bir masalda toyda olmuş. Bir də bazarın o birisi tərəfinə baxaq. Sonrasında yavaş-yavaş yığılışıb gedək. Gedək görək haralar var, nələr var. Bananın kilosu neçədir? 28 min. 28 min. 3 manata zada yaxın uşaqlar. Almanın kilosu neçədir? 15. 15 min. Bu ucuzdur. 1 manat neçə qəpik? Bunun? 20 min. 20 min. 2 manat 40 qəpik. Yox, 2 manat 80 qəpik. Bazar olsun. Görüm əlim neçə kilodur, baxın. 1 kilo 800. Sağ ol. Bax, pendir şor deyəndə. Həyat... pendir şor deyəndə həyatım dayanır. Şordur bu.
YouTube. Pələng. Pələng. Nəsə elə başa düşdüm ki, deyir YouTube-a mı qoyasan? Dedim ki, hə, qağa. Bibilərim şor satır. Bu nədir ay bibi? Salam aleykum. Bibi nətərsən? Necəsən? Yaxşısan? Vermə. Yaxşısan? Zor? Təşəkkür. Çox sağ ol. Bax, kəndə gəlmişəm. Durub demirlər ki, mənə niyə çəkirsən? Travma yaradıblar məndə, travma. Bu şeydir. Neydi bunun adı? İdman eləyəndə yirmi bundan. Adı neydi bunun? Beyin qarışıb qaqa. Vallah beyin qarışıb. Beyin gedib məndə. Bazar nəsə sakitçilikdir. Konfet də satırlar. Burada nənələrim, bibilərim var. İnsanlar nəsə belə biraz üzgündülər. Baharatlara var, gör nə qəşəng düzüblər. Bu nədir qardaş? Bunun nə olduğunu mən çözə bilmədim. Bu nədir? Tuz. Tuzdur bu. O tuz dadı gəlmir axı. Acı bir dadı var. Bazar elə bundan ibarət uşaqlar. Bayaqdan da elə bilirəm kamera işləyir, sən demə işləmirmiş. Belə bir çay tapdım yol üstü. Kəndin içində. Maşın oradadır. Mən buradan düşdüm aşağı. Yayda burada nə çimlər qardaşım. Dağ suyudur böyük ehtimal, amma biraz çirklidir elə bil. Daha doğrusu ərazini çirklədiblər. Ona bax ora şeylər atıblar, meşoxlar. Qəşəkdir, burada bir manqal gedər. Vallahi billahi deyirəm. Gördüm buranı, istədim sizə də göstərəm, qardaşlar. Bazar umduğum kimi olmadı. Amma yol üstü bir yer daha var, orada aparacam. Dayı, salam aleykum. Keçərsən, ne dayı? Keçənməzsən? Keçərsən. Allah. Sağ ol da. Yolumu itirmişəm deyəsən. Gəldim haralara çıxdım ha. Heç bilmirəm özüm də hardayam. Bu tərəfdən gəlirəm. Çay budur, hə. Bayaq çayın qırağındaydı. Bu çay sağa axır, sola axır, heç tutamıram. Bayaqları sola axırdı. Mən bu tərəfə mi keçdim, yoxsa belə mi keçdim? Nə oldu, nəysə? Belə uşaqlar, Özbəkistandakı son videom buydu. İnşallah bundan sonraki videolarda görüşmək ümidi ilə videonu bəyənməyi xahiş edirəm. Unutmayın.